Biz toydan, yasdan da məhrum olmuşuq. Daim toya da gecikirik, yaslara da çata bilmirik, yüzü qara qalırıq. Çoxlu tədbirlərdən qalırıq. Evdə də narazılıqlar yaranır, bəzən ailədə də ki, gec gəlirlər. Həkimlik sizin üçün sadəcə bir ixtisasdırmı, yoxsa həyat tərzi? Həkimlik maraqlı sualdır bu da. Həkimlik təkcə sənət deyil, demək olar ki, bizim həyatımıza daxil olub və demək olar ki, həyatımızın çox hissəsini tamamlayır. Biz toydan, yasdan da məhrum olmuşuq. Daim toya da gecikirik, yaslara da çata bilmirik, yüzü qara qalırıq. Çoxlu tədbirlərdən qalırıq. Evdə də narazılıqlar yaranır, bəzən ailədə də ki, gec gəlirlər. Amma professional cərrah üçün, professional həkim olmaq üçün həyatının çox hissəsini, çox şeylərdən keçməlisən ki, gözəl mütəxəssis olasan. O həkim ki, deyir ki, yox, mən hamısının, hər şeyim yerində olmalıdır, o professional cərrah, professional həkim ola bilməyəcək. Çünki gərək sənətini sevəsən də ona vaxt ayırasan. Vaxt ayırmasan, orada professional həkim olmaq mümkün deyil.